Xeyr, bu alovu şöylələnən oddur. Başın dərisini sıyırıb çıxaran bir od. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni və mal-dövlət yığıb saxlayanı. O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr, o mütləq hütəmiyə atılacaqdır. Sən hardan biləsən ki, hütəmə nədir? Bu, Allahın qaladığı oddur. O od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən o od, onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.